Bir neçə gün əvvəl xalq yazıçısı, eyni zamanda Dillər Universitetinin rektoru Kamal Abdullah müsahibələrində bildirib ki, Azərbaycanda qadın evdə oturub uşaqlarının tərbiyəsi ilə məşğul olsa daha məqsədə uyğun hesab olunar. Yazıçının bu fikirləri cəmiyyətdə böyük müzakirələrə səbəb olub. Bu açıqlamaya yazıçı Kəramət Böyükçöl də sərt reaksiya verib. Bəs bu məsələ ilə bağlı vətəndaşlar nə düşünür? Biz bununla bağlı vətəndaşlarla sorğu aparıb onların fikirlərini öyrənib sizlərə təqdim edək. Mən onun heç nəinki bu fikri ilə, ümumiyyətlə onun yaradıcılığı ilə də razılaşmıram. İndi də durmusuz akademik kimi qadın evdə oturmalı. Niyə? Baxşəliyeva yoldaşı evdə oturmalıydı akademik. Bu düzgün deyil axı. Cəmaatı nə hesab edirsiniz? Qadınla bu tarixdən geri kişi bərabər hüquqdadır. Ola bilsin ki, qadın evdə aparıcı qüvvə ola bilər. Ola bilər, yüzlərlə qadın var ki, kişinin aparıcı qüvvəsidir. Nətər bunu sən ayırırsan ki, bu evdə oturmaq? Bu akademik sözdür, akademik məntiqidir bu. Bəli, qadınlar bütün bizim cəmiyyətdə çiyin yoldaşdır, evlatlarımızın anasıdır, bərabər bizimlə təlim, tərbiyədə fəal iştirak edir. İndiki zamanədə işləməmək qeyri-mümkündür. Çünki ailələr çox əziyyət çəkir, maaşlar az. Qadın işləməlidir ki, həyat yoldaşına, uşaqlarına kömək olsun. Kamal Abdullah'ın bu fikri bugünkü Azərbaycan cəmiyyətinə uyğundurmu? Xeyr. Xeyr, heç uyğun deyil. Çünki Azərbaycanda indiki vəziyyətdə yaşamaq qeyri-mümkündür. Maaşlar az, ailələr çox, təminat çox, bütün kommunallar hamısı baha. Ona görə tək ailə başçısı bunun öhdəsindən gələ bilməz. Ancaq mütləq lazımdır ki, qadın da işləsin, ailəyə kömək olsun. Çox düzgün fikirdir. Qadınlar evdə otursa yaxşıdır. Amma bir əmması var da, əgər bizim dövlətimiz, hökumətimiz daha doğrusu o qadınların qayğısına qalsa, uşaqların böyüdülməsinə köməklik eləsə, bu daha gözəl olardı. Yəni, lap yaxşı olardı. Xeyr, bu fikrin razı deyiləm. Bəlkə evdə elə bir imkan yoxdur, qadın da işləməlidir. Sən elə otur evdə ki, denən ki, bəlkə heç bunun yoldaşı rəhmətə gedib, bəlkə qadın elə işləməlidir, uşağını saxlamalıdır. O demək deyil ki, elə otura evdə ancaq heç bayra çıxmıyor, uşağına məşğul. Yox, indiki vəziyyətdə özünüz də görürsünüz ki, tək işləməklə evi dolandırma olmur. Qadın da işləyib, kömək eləməlidir. Uşağı aparıb qoyuram baxçıya, nəvəmi. Məsələn, anası gedir işləyir, atası işləyir. Belədir vəziyyət. Yenə deyirəm, bu şərtinə mən razı deyiləm. Kamal Abdullah böyük yazıçıdır, amma bunun dedikləri həqiqətə uyğun deyil. Kamal Abdullah'ın bu fikirləri bugünkü Azərbaycan cəmiyyətinə uyğundurmu? Xeyr, qəti uyğun deyil. Qəti uyğun deyil. İmkansız olan adama necə ola bilər ki, yoldaşı işləməsin? Qəti uyğun deyil. Mən bunun əksinəyəm. Zaman elədir ki, hər iki nəfər də işləməsə, yəni çətindir dolanmaq. Əgər onu qəşəng təmin edə biləcəklərsə, artıq seçim qadınındır. İstəyər oturar, istəyər işləyər. Amma işləməsi daha yaxşıdır. Uşaqların tərbiyəsi üçün, uşaqların düzgün yetişməsi üçün qadın nə qədər işləsə, nə qədər aktiv həyat tərzi sürsə, o qədər daha yaxşı. İşləməyin tərəfdarıyam. 44 günlük Qarabağ müharibəsində görün nə qədər bizim gənclərimiz, nişanlılarımız öz nişanlılarını və yaxud ki, uşaqlar öz atalarını itirdilər. Onların xanımları məcburdur işləməyə. Nəyi pisdir ki, qadınla bərabər kişi də işləsin? Yəni, ən azından deyir, artıqlıq eləyər ki, əskiklik eləməz. Qadınlarımız təkcə uşaq böyütmək və yaxud da ailə saxlamaqla məşğul deyil, həmçinin təhsildə ala bilir, işdə görə bilir, təkcə öz başlarına evdə düzəldə bilir və bir çox kişilərin bunlar qadınlara edə bilməz deyəcəkləri işlər də görürlər. Və mən deyərəm ki, bu fikirlə razılaşan kimlər ki varsa, onlar əslində bu söz düzgün olmaz cahil insanlardılar. Nəyə görə? Çünki bir qadının nəyə qadir olduqlarını məncə hələ görməyiblər və yaxud da dünyadan xəbərləri yoxdur deyərdim. Xeyr, razı deyiləm. Yəni cəmiyyətdə hamı mən belə fikirləşirəm ki, əmək qabiliyyətli hamı işləməlidir. Qadınlar da kişilər qədər bərabər hüquqlu şəkildə işləməlidir, bərabər şərtlərdə. Mənim fikrimcə bu heç düzgün deyil. Çünki Azərbaycan qadınları, nəinki Azərbaycan qadınları, bütün dünya qadınları həm övladlarını böyüdüb, həm də işləyə bilərlər. Çünki bizim belə bir haqqımız var. Mən inanıram ki, bu heç məqsədə uyğun fikir deyil. Qadınlarımız həm işləyib, həm də övladlarını böyüdə bilərlər.
Bəli, hörmətli izləyicilər, apardığımız sorğudan belə bir nəticəyə gəldik ki, bir çox vətəndaşlar qadının yalnız evdə deyil, eyni zamanda cəmiyyətin bütün sahələrində aktiv iştirakını daha doğru hesab edir.